Salam hörmətli izləyicilər, Kitara ilə başladıq çəkilişə. Evə baxın, Kitaraya baxın. Bir dənə bəyənin işarəsini basın, sizə bir günləri elə bir ev çəkib göstərirəm. Birincisi, yerimizi indi sizə deyəcəm. Şuvalanın göbəyindəyik. Tam mərkəzində Şuvalan park var. Hamınız eşitmişsiniz. Deməli, buradan çıxdığın heç maşın da lazımdır. Tıxac oldu. 140 nömrəli avtobusa minib, düz evin qabağında deyəlim. Düz şəhərə. Tıxaca, yəni maşına ehtiyac yoxdur. Deməli, Şuvalanda, Şuvalan parkın yanında, dayanacağın düz yanında 6 sotun içində belə bir 2 mərtəbəli gözəl ev sizə bir günə çəkib göstərirəm. Evin üstünlüklərini indi sizə hamısını yavaş-yavaş izah edəcəm, baxacağıq hamısına bircə-bircə. Birincisi, nəzərdə çatdırmaq istəyirəm ki, evimiz çox keyfiyyətli tikilibdir. Hər bir şeyə fikir verilib də, yəni indi görəcəksiniz, evin içində görəcəksiniz. Tam əşyalı, mebel içində olur, hamısı təzə. Özdəki, yəni maklerevidör. Hamınız belə ev istəyirsiniz, yola yaxın. Ki yol asfalt olsun, yeri əla olsun, mərkəz olsun. Çox nadir halda çıxır. Özdə deyirsiniz ki, yəni maklerevi istəmirik, özünə tikilmə. Bax, bu da həmən o evdir. Yeri də yerləşmə yeri də əla. İçi də qəşəng, gözəl. Altı üstü 200 kvadrat metrdir. Birincisi hovuzdan başlayalım. 4'ün 8'e. Hovuzumuz 4'ün 8'edir. Həyətində bax 2 dənə maşın rahat girib. Hovuzun çəkdiyini göstərdin. Şəxsi tikili daha evimiz. Özü üçün tikilmə. Kamera sistemi hamısı qaydasında. Maşın görüntüsü yerləşib 2 dənə. Evimizi bax fırlanmaq olur. 2 girişi var. Bir o basen tərəfdən, bir də bax bu hissədən. Əsas giriş qapısından. Evimiz monolitlidir. Bura kladovkasıdır. Yəni oradan girək, buradan girək. Gəl buradan girək. Hə? Yaxşı. Gəl oradan girək. Qiymətini videonun aşağı hissəsindən qeyd eləyəcəm. Belə də deyə bilərəm. Endirim olacaq, cüzi endirim. 399.000 manat. Tam mülkiyyət. Evin də, torpağın da sənədi qaydasındadır. Buradan girmək istəyirəm evə. 6 sotdur. Əslində 6 sot yarımdır. 6 sot yarımdır. Amma sənəddə 6 sotdur. Kupçada, çıxarışda. 200 kvadrat, altı üstü. Kim alsa Allah xeyir versin. Gəl. Gəl operator qardaş, gəl. Hə, gəl. Hə, birinci elə bax Saloğlu firmasının da səfir. Hə. Hə. Gördüyünüz bütün mebel, aparatura hamısı qalacaq. Mətbəx, studiya. Burası mətbəxdir, burası qonaq otağı. İstəsəz bağlaya bilərsiniz, amma ehtiyac yoxdur. Bir dənə bura baxaq, baba. Mətbəxinə baxaq, gəl bura. Sən bir dənə fikir ver, bax. Burada soyuducu dayanıbdır, soyuducu. Bu evi tikəndə hamısını nəzərə alıblar. Soyuducu elə yerə qoyublar ki, heç nəyə meşatlığı yoxdur. Fikir verirsən. Həm qabı yuyan zat, hər şey var da. Mikrovalnov. Evimiz istipoldur, bahalı, remont bahalıdır. Keyfiyyətlidir hamısı. Keramika, granit, istipol yaxşısından. Birinci mərtəbədə mətbəx, studiya, bir dənə yataq otağımız. Demək olar ki, otaqların demək olar ki, hamısında split kondisioner var. Gri firmasının. Biz deməli hovuz tərəfdən girdik. Əsas giriş qapısı buradır. Bura texniki otaqdır. Kombisi İmer qazdır, su qızdırıcısı. Sanuzil birinci mərtəbədəki 399.000 manat. Sənəd qaydasında çıxarış tam mülkiyyət. Yerləşmə yeridəki dedim də sizə, yəni yerləşmə yeri əla. Buyur. Ortadır. Ha, ısınma vardır.
Mini samovar. Get. Samovar götürək. Gəl bir dənə bura baxaq bu otağa. Bu yataq otağı birinci. Baxın, hündürlüyə baxın. Deyərsiniz ki, bura belə. Amma mənim boyum 1.83-dür. Fikir verdiniz. Mebellər ideal vəziyyətdə. Kim alsa Allah xeyir versin. Bu ikinci yataq otağıdır. Demək olar ki, ikinci mərtəbədən demək olar ki, istifadə olunmayıbdır. Yaşayış olunmuyor. Elə birinci mərtəbədə ailə istirahət edib, dincəlib, ikinci mərtəbəyə qalxmayıblar. Deməli, sanuzelda bütün aksesuarlar Ecə firmasınındır. Türkiyə. Sən bir dənə bunun vəziyyətinə bax. Ulan bu metlaqların İtalyanskıda, stiklarına baxamızı. Yok, istifadə olunmuyor. Bura eyvanımızdır. Burada beləncənə bir otaq kimi, yəni istifadə edə bilərsiniz. Burada bir televizor qoyub. Telefon xətti də var. Hə, bu gördüyünüz döşəklər aşağı çöldə, o terasda olan divanın elə bir ki, aksesuarları da bunlar hamısı götürüləcək, aşağı qoyulacaq. Mebellərdəki hamısı keyfiyyətlidir. Bax, qri kondisioneri. Burada da belə bir balaca bir dənə otaqdır. Yataq otağı. Yəni yataq otağı kimi istifadə olunur. Uşaq yataq otağı. Hə. İş otağı, kabinet. Necə istəyirsiniz adlandırın. Kim alsa Allah xeyir versin. Ev doğrudan da keyfiyyətlidir. Qiymət yaxşıdır. Yeri də ki, yeri şokoladdır. Balkon qapısı bağlıdır. Yoxsa yox, açıqdır. Hə, yaxşı, ehtiyac yoxdur. Kim alsa Allah xeyir versin. Zənginizi gözləyirəm 070 858 31 44 nömrəsi ilə əlaqə saxlayın. Bu günə bu qədər sağ olun, minnətdarım.